işarəni verir və 10 başlayır. 24-cü turun ikinci oyun günü. Start götürdü. Mateusz Puchac. Puchac'ın yönünü bağlaya bilmədi. Puchac'ın ötürməsi qapı qarşısına. Mikkelsen top keçdi. Kaim Paris zərbəsi uzaq küncə. Və Sinyenka. Ligamızın seyvlərin sayına görə en yaxşı qapçılardan biridir Sinyenka və növbəti seyvi. Növbəti kritik müdaxiləsi söyləyə bilərik ki, yaxşı zərbə alıb. Puchac'dan ötürməyə qapı önündən Solberg gol! Steve Solberg yenə demişliyilə maçda fərqlənir. Yenə künc nöqtəsində ötürmə və Solberg başla topu qapıya göndərir. Xilas edə bilmədi, təkrara baxaq. Puchac'ın ötürməsi əla alınır. Solberg hər kəsdən öndürə tullandı. Havada ilişdi qaldı və topu başı ilə düz 9'luğa yönəltdi. Bu arada Puchac isə ligamızda artıq 9-cu gol ötürməsini vermiş oldu. Asistentlər siyasında liderdir Puchac. Bir qədər də Umar Rahmonaliyevdən ötürmə. Sekizika istiqamətində. Sekizika saxladı topu Paris üçün. Paris ötürməsi etmədi. Top ayaq saxladı və yenidən Sekizika. Daha bir ötürmə cəhdi. Uzaqlaşdırır topu son anda müdafiəçilər. Çaşqınlıq yaşanır indi Mişli müdafiəsində və Rauf Cabbarov penalti nöqtəsinə göstərir. 11 metrlik nöqtəyə göstərir hakim. Kaim Paris'e qarşı edilən hərəkət kobudluq kimi qiymətləndirildi. Həzrət İsayev qaydanı pozub. Çox uğursuz bir start oldu, başlanğıc oldu İmişli üçün. Paris deyil, Sekizika'ya qarşı Həzrət İsayev qaydanı pozdu. Bəli, Sekizika topa birinci çatır, Həzrət İsayev top əvəzinə Sekizika'nın ayağına zərbə endirir. İşarəni verdi. Jonas Mikels. Onun zərbəsi və 2-0. 15-ci dəqiqə və Sabah artıq 2 toplu üstünlüyə yerənib. İmişliyə. Baxırıq, mərkəzlə topu vurdu Mikels. Riskə getmədi. Puchac. Mikels oynadı. Mikels dabanla saxladı. İsayev özünü çatdıra bilmədi. Aleksey İsayev. Umar Rahmonaliyev yenidən top Sabahda. Paris istiqamətlə ötürmə. Kaim Paris saxladı topu. Öndə 2 rəqibi var. Paris'in aldatıcı fəndlər. Paris aldatdı rəqibi. Paris yine yıxılıb. Hakimin qərarı. Davam. Rauf Cabbarov. Baxaq. Yox, herhalde. Umar Rahmonaliyev. Sol və uzun diagonal Sekizika istiqamətində topu saxladı Jesse. Öndə Viegas cərimə meydançasına yaxınlaşdı. Jesse Sekizika uzaq küncə zərbə. Dəqiq olmur. Cınha ötürmə verir. Viegas'a top çatmadı. Puchac. Sekizika. Puchac. Puchac irəliyir. Puchac. Həzrət İsayev sürüşdü. Puchac'ın ötürməsi İsayev istiqamətində. İsayev təkli. İsayev də qapı qarşısına. Gol! 3-0. Rol oynadı. Baxın, burada Puchac'ın önünü bağlamağa çalışırdı. Sürüşdü, müdürədi və Puchac dəyə götürmə verdi. İsayev istiqamətdə İsayevdən qapı qarşısına ötürmə və Mikels ikinci golunu vurur bu oyunda. Mövsümdə isə bu onun 14-cü golu olur. Offside də yox idi. 3-0. Daxilə edir, topu qazandırır. Təhlükəli ola bilər. Rafael Viegas'ın zərbəsi uzaq küncə Pakatsilov. Artıq onda çox nəticə yox. Komandasının oyunu narahat edir. Kaim Paris'e gol vura bilər. Paris'in zərbəsi və 4-0. İkinci hissənin əvvəlində də 49-cu dəqiqədə də Sabah fərqlənməyi bacarır. Kaim Paris 4-cü gol müəllifi oldu. Qələbə qazandıran golu vurmuşdu və burada Aleksey İsayevin daha bir ötürməsini gola çevirməyi bacardı Paris. Andrey Sinyenkanın ayaqları arasından yumuşaq bir zərbə ilə topu Zedatka. Zedatka'dan cərimə meydançasına Mikels. Mikels topu saxladı. Mikels və Sinyenka. Mikels'dan daha bir ötürmə qapı qarşısında yeni də Sinyenka. İtiraz bildirmədim. Mişlin 17 nömrəsi. Aleksey İsayevin ötürməsi qapı qarşısına. Solven zərbəsi alınmadı. Qaydan top. Lepinitsa və daha bir penalti. Daha bir 11 metrlik cərimə zərbəsi Mişlin qapısına təyin olunur 70-ci dəqiqədə. Kirara Lepinitsa burada topu qəbul etdi. Daha sonra Tuncay Yusuf'un səfətimizin müdaxiləsi, yox, Xəlil Mürsəlinin üzr istəyirəm müdaxiləsi Lepinitsa ayağına oldu. Xəlil Mürsəlli olub için topa toxunub. Bu rakurs müəyyən. Belə penalti təsdiqləndi. Aleksey İsayevin zərbəsi 5-0.
Aleksey İsayev də adlı tabloya yazdırır və fərq 5 topa çatır. Oyunun 73-cü dəqiqəsində. Sabah futbolçuları Aleksey İsayev bununla da ikinci qoluna imza atmış oldu. Qəbələ ilə maçda ilk qolunu vurmuşdu mövsümdə. Ligada Aleksey İsayev. Sabaha qayıdış. Morgan'ın zərbəsi. Belə bir cəhd. Amma Puxaç presini tətbiq edir. Yenidən top Sabahda. Perez bir toxunuş. Simic topu saxladı. Simic zərbə imkanı əldə edə bilmədi. Qayıdan top Xaybullayevin zərbəsi. Qayıdan top daha bir zərbə Xəyal Əliyevdən gəlmədi. Zeytun Xalet. Və bu da Rauf Cabbarovun finalisti. Bəli, bugün də baş hakim oyunun əsas vaxtını ikinci isə əsas vaxtına heç nə artırmadı və Sabah növbəti dəfə böyük hesablı qələbə qazanır. Bu dəfə Qubada İmişlini 5-0 hesabına məğlubiyyətə uğradır.